Onu da bildirməliyim ki, bizim təşəbbüsümüzlə Ağbənd qəsəbəsində Araz üzərindən körpü də inşa edilir. Yəni bizim o bölgədən qərb istiqamətinə və cənub istiqamətinə əslində iki yolumuz olacaqdır. Biri Zəngəzur dəhlizi Ermənistan üzərindən, biri isə Araz dəhlizi İran üzərindən. Bunun da təşəbbüskarı biz olmuşuq. Körpünü biz öz vəsaitimizlə inşa edirik və Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək, əgər indi Biləsuvardan uzun yol qət edilsin, indi cəmi 45-50 kilometr İran ərazisindən Naxçıvana gediş olacaq və beləliklə Azərbaycan əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq. Biri Ermənistan üzərindən, biri İran üzərindən və faktiki olaraq biz Naxçıvanı və Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.